De ki, Allah'tan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər. Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkki şübhə içindədirlər. Hətta ona qarşı kör kimi baxarlar. Kafirlər dedilər, məyər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq? Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdur. Bu, keçmişdəkilərin uydurduğu əfsanələrindən başqa bir şey deyildir. De ki, yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur. Onlara görə kədərlənmə və qurduqları hilələrdən ötürü də ürəyini sıxma. Onlar, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq deyirlər. De ki, ola bilsin ki, tələsi istədiyiniz şeyin bir qismi artıq sizə yaxınlaşmışdır. Həqiqətən sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların əksəriyyəti naşükürdülər. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq aydın yazıda olmasın. Həqiqətən bu Qur'an, İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır. Həqiqətən o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir. Şübhəsiz ki, sənin Rəbbin onların arasında öz hökmünü verəcəkdir. O, qüdrətlidir, biləndir. Sən yalnız Allaha təvəkkül et. Çünki sən açıq aydın haqq yoldasan. Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. Sən körləri düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən. Qiyamət onların başlarının üstünə aldığı zaman, onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb, insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər. Nəhayət, haqq hesab yerinə gəldikləri zaman Allah deyər, ayələrimi başa düşmədiyiniz halda onları yalan mı saydınız? Və siz nə iş görürdünüz? Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər. Məyər onlar görmürlərmi ki, biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır. Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı onun hüzuruna baş əyərək gələcəkdir. Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən. Halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.